Mənim o görüşdə, ümumiyyətlə görüşlərin çoxunda Makrona yazığım gəlir. Şimdi biraz cəlimsizdir, tutan onu əlini tutur buraxmır. Sirkəliyirlər o yana, sirkəliyirlər bu yana. Yazıqdır, əlini çəkmək istəyir, şey. Yaxşı Paşinyan eləmirlər onu. Paşinyan belə qədim ənənəsinə sadiq qalaraq çox hiyləgər tərpənir, az görünür ortada. Arada bir başını yeləyir belə. Həmən o bayaq göstərdiyim səhnə vardı ya, çörülüb. Bizim dövlət başçısı ilə danışır Trump və onu tərifləyirdir, güclü liderdir. Orada bir məqam var, soruşur ki, bəs həmkarın anı, yəni Paşinyan anı, o bizim dövlət başçısı deyə oturub orada, oturub deyə göstərdi, oturub deyə orada oturub. Oturur orada, yaxşı onun əlləri tutub silkələ bilər. Amma Makronun orada tutulur, bu dəfə Trump az qalmışı da əlinin üstündən belə dəyirman güləşdə var, elə bilirsiniz, fənd var, dəyirman fəndinə salsın. Bizcə azca o qalmışdı. Baxın bu görüntüyə sanallar, baxın görün. Şimdi bax. O da bıraxdı əlində, yaxşı. Yox, yox. Hadi, bırax əlimdə, qardaşlar. Yox, yox, zaman baxıram. Deyən ki, bir dənə iki dənə əlində çəkin. Bir dənə çəkin. Deyən qabağa bir də çəkin, söyləyir. Bıraxma, sındırdı əlini kişinin əlindən o bax. Bıraxdı əlimdə, qardaş, o çıxım gedib, yox, deyən. Bu kişi deyən, da əlimiz adını, getdiyin doğru əliniz adını oluşturacaq. Kişi, boy buxunu var. Yem böyüdür. İndi daha adam biraz balaca olar da. Nə olar, onda da məni tutub sındırarlar. İndi belə, vallahi belə baxırsan Fransaya deyirsən, Napolyon, Rousseau, De Gaulle, Macron. Yaxşıdır belə, amma bu bir daha göstərir ki, bu adamın, yəni Amerika dövlət başçısının, mənim həmkarımın, o şovmenin, dünya dövlətlərinin liderlərinə münasibəti necədir? Bizə münasibəti necədir? Türkiyəyə münasibəti necədir? Və bütün başqa dövlət başçılarına münasibəti necədir? Ən özəl münasibət bizədir. Niyə? Çünki Türk dövlətləri birliyi, qüdrətli və onlar gələcəyi görürlər. Və gələcəyin ən əzəmətli konglomeratına çevrilir. Bu o qədər və bugün də o dövlət xainlərinin də burada belə cinayətçi qaldırılmağı da həmən o simptomatikadır. Yəni həmən o qüdrətimizin sadəcə o maşın gedir, Turan maşını gedir, altında da o düşmənciklər əzilib yoxa çıxacaqlar, ifunətlilər yoxa çıxacaqlar hamısı. Nə qədər də pis əməllər etsələr, nə qədər var, heç biri bizim işıqlı ideyamızın, gücümüzün önündə tab gətirə bilməzlər və gətirə də bilmirlər.